Son zəng tədbirinin təmtəraqlı keçirilməsi təlimata uyğun olaraq qadağan olunub. Bakupost az məlumat verir ki, bunu Məktəbə qədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu İctimai TV-də yayımlanan Sabaha saxlamayaq verilişində qonaq olarkən bildirib. O deyib ki, bu məntiq çərçivəsində keçirilməli bir tədbirdir. Biz cəmiyyət olaraq öyrənə-öyrənə gedirik. İnanıram ki, Valideyn-Müəllim Assosiasiyasının da vəsaitləri daha yaxşı şeylərə sərf edilməlidir. Tədbirin təmtərağına yox, onun yadda qalmağının özününkü olmağına yönəlməlidir. Vəfa Yaqublu əlavə edib ki, son zəngdə şagird məktəbli formasında olmalıdır. Çünki məktəbli forması mənsubiyyət göstəricisidir. Bu o deməkdir ki, mən bu məktəbin bir hissəsiyəm. Bu məktəb də mənim üçündür. O deyib ki, uşaqlar son zəng günündə məktəbli forması ilə də sağollaşırlar. Hər bir fəaliyyətin bir mənası olmalıdır. Onlarla son zəng tədbirində olmuşam. Bu tədbirlər emosional tədbirdir və uşaqlar öz emosiyalarını, fikirlərini səmimi şəkildə göstərməlidirlər. Məktəb ictimai qurumdur. Burada müxtəlif sosial rifah səviyyəsində olan insanlar təhsil alırlar. Bu cür tədbirlər o qədər ziyalıcasına həssas qurulmalıdır ki, hər bir uşaq orada özünü komfort hiss etsin. 150 manat verənin yanında o bir uşaq özünü pis hiss etməsin. Mən uşaqların səlahiyyətləndirilməsi məsələsinə diqqət yetirmək istəyirəm. Məşhur sosioloq pedaqoq var Rockerhardın Nərdivanı adlı nəzəriyyə var. Orada uşaqların səlahiyyətləndirilməsini 8 pilləyə bölür. Ən aşağı pillənin adını imitasiya manipulyasiya qoyub, ən yuxarı 8-ci pillə isə uşaqların özlərinin tədbiri təşkil etməsi və böyüklərdən kömək istəməsidir. Bizim halımız imitasiya manipulyasiya səviyyəsindədir. Hamısı bir-birinin təkrarı olan tədbirlərdə məzunlar emosiyaları sözlə ifadə etmək imkanından məhrum olurlar. Uşaq orada emosional zövq almır.